GL 2014. 2014-də deyəsi, səhv eləmirəmsə, hələ ki GLS deyildi. GLS 2016-dan sonra GLS oldular bunlar. Bizdə problem nədir? Lük açıq qalıb. Təbii ki, bu illərin maşınlarında Mercedes-ə aiddir. Paxlava Mercedes-dir, sonra budur. Bunların konstruksiyası elədir ki, şüşəni bir balaca, nəsə bir balaca zədə görür, nəsə bir balaca maneçilik görür, bunun yaddaşı qaçır. Təbii ki, maneçilik nədən əmələ gəlir? Əgər maşında, lükdə mexaniki problem var. Mexaniki problem nədən ibarətdir? Lük ən azı, indi ən sadə problemdən danışıram. Lük çətin başlayır gəlib getməyə. Çətin gəlib gedəndə nə edirlər? Yağ vururlar, sprey tökürlər, nə bilim, VD40 vururlar, hər bir şey eləyirlər, amma təbii ki, bu kömək eləmir. Eləyənlər də ki, bir gün, maksimum 2 gün, ondan sonra problem daha da çox böyüyür və nəticədə başqa problemlər ortalığa çıxır. Bu, həmçinin Koreya avtomobillərinə də aiddir. Mən Kia Sorento-da, nə bilim, Hyundai Santa Fe-də bu problemlər dəfələrlə təkrarlanır, amma burada bir balaca başqa cüldür. Niyə? Çünki bir balaca maneçiliyi görən kimi bunun yaddaşı pozulur. Koreya, Yaponiya avtomobillərində o qədər həssas deyil. Və bunu təmir edərkən, şüşəni açanda, şüşəni ki açdın, işləyən lük də olsa, şüşəni açdın, bunun yaddaşı naxalı gedir. Necə ki burada. Deməli, hal-hazırda pərdə işləyir. Lük isə işləmir. Niyə işləmir? Çünki bu mexaniki problem nəticəsində yaddaşından pozulur. Baxın, görün, belə eləyəndə bir balaca dala gedir. İlk növbədə bu lük təmir olmalıdır. Mexaniki problem aradan qaldırılmalıdır. Ondan sonra isə buna elektron köməklik etmək lazımdır. Nə etmək lazımdır? Adaptasiya etmək lazımdır. Və bu maşınlarda GL 2014, 12, 11 Mercedes paxlavadır. O 2009-dan çıxıblar, səhv eləmirəmsə, 2015, 16 kimi bunlarda çıxıblar. Bunların şüşəsinə toxundun, yaddaş gedir. Bunlarda mexaniki təmir elədin, yaddaş gedir. Heç bir knopka ilə başqa maşınlar kimi çoxsunda olur. Yəni, adaptasiya verirsən, işləyir. Bunda adaptasiya vermək alınmır knopkadan. Yalnız və yalnız buna diagnostika vasitəsilə yaddaş vermək olur. Və biz bunu eləyəcəyik. İnşallah biz işimizi başlayaq, təmirimizi bitirək. Hər şeyi qaydasına salandan sonra biz buna adaptasiya verəcəyik. Bu momenti çəkib sizinlə paylaşacağıq. Adaptasiya verdiyimiz zaman lük açılıb bağlanacaq və inşallah bununla da biz bu videonun epizodunu bitirəcəyik. Növbəti epizod axırıncı və işləyən epizod olacaq. Getdik. Beləliklə, bütün proseslər başa çatıb, qalıb sonuncu proses обучения lüka. Tak, qoşuruq, getdik. Pərdəmiz işlədik. Kısaca pərdə də ilişirdi, çünki tavan düzgün düzlənməyib. Bunun üstündə də bir balaca oynadıq. Tavan düzgün düzlənməyəndə, künclər düzgün otuzdurulmayəndə o problemlər yaranır. Belə. Все. Проведем успешно. Bağlayırıq pərdəni. Bax, bir daha açırıq. Şüşəni açırıq. Bir nərifə zəhmət olmasın, buranı da çək. Lük düzgün şəkildə bağlanmırdı deyə su sızırdı. Yəni, bunun haqqında bizim roliklarımız var. Müştəri fikir vermir və su sızmağa başlayır. Fikir verəndə də ki, artıq gec olur. Tak, lükü bağlayırıq. Pərdəni də bağlayaq. Beləliklə, Mercedes GL 2014 Panorama damın təmiri. Salamat qalın, Panorama Lükların Akademiyası, Black 7 Baku. Paka-paka.